Yalnız olduğumu düşünüyorlar. Bilmiyorlar ki arkamda aslan gibi abim var. Sen Abdül'de, sen de sizin Abdül'de 19 apreldə Validə xanım iştirak edə bilmir. Ona görə də bəli, hansı səbəblərdən, müəyyən səbəblərdən, hüzurlu səbəblərdən iştirak edə bilmir. Ona görə də sizi bu günləri şirinliklə, yəni bu gözəl tortla təbrik eləməyə gəldik. Gönlün aldım qardaşımda. Neçə illik dostluğumuzdur, qardaşlığı. Ona görə də neçə vaxt olsa, elə dünən gəlsəydi bir ay olardı, indi bir gün gəlib, bir ay bir gündür. Ona görə də sən bu qəlbdən sizi təbrik edirəm, mən də qoşuluram. Mən də üzürlü səbəblərdən sizin adınızda iştirak edə bilmədim, o şadlı yalalıqlar. Ona görə də Sizdən tək deyilmişəm. siz bilirsiniz nə səbəblərdən iştirak eləməmişəm, amma mənim ürəyim də qəlbimdə sizin yanınızdaydı. Yəni sizdən uzun ömür, can sağlığı, həyatda nə istəyirsinizsə, o hamısı bir-bir, nə arzu istəyiniz varsa, hamısı bir-bir yerinə keçsin. Və bundan o yana, yəni 55 haqlarınızı, 65-75 neylər var deyirəm sizə və sizə həyatda istədiyiniz kimi yaşamağı arzu edirəm. Bir də burada əyləşən dostlarımız, sizin 2 illik dostlarımız və sizin dostluğunuz qurulmaq zərurətiniz qalsın. Heç vaxt o zərurət qurulmasın. Nə vaxt mən başda olmağımla, digər dostlarımız, Ağaşa, yəni bunlar saydıqlarım neçə illik dostlarımız. Allah digərlərini də canı sağ eləsin. Onlar da qoşulurlar, bəli, müqavimlərdir, yaxınlardır. Qoşulurlar və deməli ki, belə də davam edəcəklər. Siz dostluğa layiq insansınız, siz hər bir şeyə layiq insansınız. Hər şeyin gözəlliyi var. Bəli. Həyatda bir şey var, can sağlığı. O da can sağlığı uzun süre arzulayır. Bundan da o yana güzel günler yaşayacağız inşallah. Bir daha siz təbrik edin. Değerli Cenab-ı Mesarı, senden bir şey değerli sözler olsun. Ben Van'da gördüm. Kilosam yandı, çok yandı, kilo mu? Yo, öldü kilo, yo, öldü. Kilo. Ay, dedim bağlı çok ölemem ya. Yok. Onu ortada sıcak o paydarlı var. İki olur. Nasıl olur?